Salam, mən Nurlanə Muradova, Texnologiya 8-ci sinif 19-cu mövzu. Un məmulatlarının hazırlanması üçün alət və tərtibatlar. Öncə görək un nədir? Un, müxtəlif dənli bitkilərin üyüdülməsindən alınan qida məhsuludur. Bütün dənli bitkilərdən un alınır. Demək və bunların içərisində ən yaxşısı, ən əvəz edilməzisi buğdadan alınmış undur. Un məmulatı nədir? Un məmulatı xəmirin bişirilməsi nəticəsində alınan yeyinti məhsuludur. Xəmir bəs nə cür hazırlanır? Un və mayenin digər məhsullarla yumurta, şəkər tozu, yağ, duz və s. qarışığıdır. Və un məmulatlarının tarixi dənli bitkilərin becərilməsindən başlayır. Qədim zamanlarda mayasız nazik lavaş şəklində bişirilirdi. İndi isə maya qatılmış xəmirdən hazırlanmış un məmulatları hazırlanır. Azərbaycan mətbəxində xəmir xörəkləri və şirniyyatlar geniş yer tutur. Bunlar iki növə ayrılır. Birinci növə mayasız yağlı və yağlı şəkərli xəmirdən hazırlanmış şirniyyatlar. Pətir, qurabiyə və s. aid edilir. Bunlar əla növündən bişirilir. İkinci növ məmulatlarda isə xəmir sadəcə örtmə, bağlama rolunu oynayır, yəni sarıma rolunu oynayır. Əsas tərkib hissəsi isə içilikdir. Qoz və şəkər qarışığından olan içilik. Bu isə şirniyyatın ümumi çəkisinin 50-80%-ni təşkil edir və paxlava, şəkərbura, mütəkkə kimi şirniyyatlara aiddir. Un məmulatlarının qida dəyəri onların növündən və istifadə edilmiş xam maldan asılı olaraq dəyişir. Və bütün un məmulatlarının tərkibində müəyyən miqdarda mineral maddələr və vitaminlər var. Zülalın miqdarı təyin edilir xəmirə əlavə edilmiş yumurta, süd və kəsmiyin miqdarından asılı olaraq. Tərkibində olan karbohidratların və yağların çəkisinə görə əsas enerji mənbəyi kimi baxmaq olar. Qida məmulatlarının enerji dəyəri, yəni onun tərkibində yağ, yumurta, şəkər çox olduğu zaman daha da çox artır. Və buna görə də un məmulatları piylənməyə səbəb olur. Və un məmulatlarının bişirilməsində hansı alət və tərtibatlardan istifadə edilir dedikdə. Birinci, tava və sinilər. Undan hazırlanmış yarım fabrikatlar bişirilmək üçün içi yağlanmış sinilərə yığılıb sobalara verilir. Duru xəmirdən məmulat hazırlayarkən isə kənarı hündür və açılıb çıxarılan tavalardan istifadə edilir. Mətbəx tavası, kənarları qatlanmış olan nazik metal və yaxud da şüşə bişirmə qabıdır. Üçüncü, qəliblər. Qəliblərin funksiyası nədir? Onların köməyi ilə müxtəlif formalı və ölçülü cəlb edici xarici görünüşə malik şirniyyat növləri hazırlamaq olar. Qəliblər istənilən formada ola bilər və iki cür olur: altlıqlı, bir də altlıqsız. Altlıqsız qəliblərlə kəsilmiş şirniyyatlar hazırlanır. Altlıqlı qəliblərdə isə duru xəmirdən, məsəl üçün piroq, keks və s. bişirilir. Müxtəlif forma vermək üçün yenə altlıqsız qəlibdən istifadə edilir və altlıqsız qəliblərin kənarları iti olmalıdır. Sonra istifadə edilir müxtəlif ölçülü ləyənlər. Ləyənlər xəmirin yumurta, şəkər, yağ və s. tərkib hissələri əlavə edilib qarışdırılması və yoğrulması üçün istifadə edilir. Sonra gəldik şirniyyat şprislərindən. Tort, pirojna, peçenyələrin bəzədilməsində istifadə edilir və onlar müxtəlif ucluqlarla təchiz edilmişdir. Mətbəxdə, yəni üzərində xəmiri qarışdırmaq, yaymaq və müxtəlif şəklə salmaq üçün taxta lövhələrdən də istifadə edilir. Onların üzərində bəzən də ərzaqlar doğranılır. Xəmiri yaymaq üçün uxluvlar hazırlanır hansı material? Taxta, farfor və plasmasdan. Oxluv hamar və zədəsiz olmalıdır. Amma xəmirə naxış salmaq üçün xüsusi səthli relyefli naxışlı oxluvlar da vardır. Taxta kürəklərlə duru xəmiri qarışdırmaq olduqca rahatdır. Xəmiri işləmə lövhəsi və yaxud masanın hamar səthi üzərində bişirilmək üçün hazırlayırlar. Mətbəxdə istifadə edilən qab-qacaqların gigiyenasına fikir vermək lazımdır. Nə üçün? Mədə-bağırsaq xəstəliklərindən və zəhərlənmələrdən qorunmaq üçün. Qida məhsullarının emalı, istifadəsi və saxlanılması qaydalarına da həmçinin riayət etmək lazımdır.
İstifadə edilən ərzaqların keyfiyyət göstəricilərinə ciddi nəzarət olunmalıdır. Məsəl üçün, hər yumurta ayrı qaba qırılmalı, təzəliyinə əmin olandan sonra digərlərinə əlavə edilməlidir. Çiy ərzaqları istemal etməmişdən əvvəl qarışdırmaq olmaz və qab-qacaqlar hər biri təyinatı